Valideynə görə uşaqlar cəzalanır. Bəli, valideynə görə uşaq niyə cəzalanır? Qoy mən sənə bir də izah edim. Hər dəfə deyirəm bunu. Deməli, bugün oyanışdı. Allah yaratdıqlarını oyadır. Deyir, istəyirsən, başın salamat gəzəsən, xəstəlik bilməyəsən, qəzaya gəlməyəsən, uğursuzluğa uğramayasan, istəyirsən, bunu hüzura qovuşasan. Əsas odur ki, gözünə, dilinə, qulağına yəlik eləyəsən. Heç kimə pis baxıb, pis deməyəsən. İndi məsəl üçün sən deyə bilərsən ki, niyə bəs uşaqlar? Və bu uşaqlar böyüyəcək də, yaşlaşacaq, ata-ana olacaq, nənə olacaq. Bugün onu eşidir ki, ata-ananın etdiyi səhvi etməsinlər. Başa düşdünmü? Ona görə uşaqların xəstəliyi, uğursuzluğu, bədbəxtçiliyi ata-ananın mirasıdır. Sən də bugün bunu dərs alırsan, sabah evlatlarına miras qoymayasan deyə ehtiyatlı olacaqsın. Və sonra, bəli, uşaqların səhvləri, məsəl üçün, tutalım ki, ana bağışlamırsa, kinlidirsə, bəddualıdırsa, onun evladını məhv edir Allah Teala. Evlad ölə bilir onu. Bağışlamadın, mənəm, təkəbbürlə davrandın, bəddualı oldun, o uşaq qəbirstanlıq olur. Allahın işinə heç kim qarışa bilmir. Burada indi oyadır, izah edir. Çünki Quranda aydın deyilir. Allah deyir sizə, istər bir pislik etsin, cəzalandırsın, xəstə etsin, qəzaya gətirsin və ya sizə mərhəmət diləsin, sizə səmimi davransın, onun sizin barənizdə görəcəyi bu işlərə kim mane ola bilər? Heç kim. Olubdu bugünə qədər. Kim? Cavan, məsəl üçün, evlad aparıb qəbr. Mənim 30 yaşında qardaşım qəbrə qoymuşuq. 76-cı ildə mən də cavan qız idi, gənc qız idi. Məntiqini anlamırdım ki, bu nədəndir? İndi bilirəm o niyə rəhmətə getdi. İndi sizə deməyəcəm. İstəyirsən, başı salamat olasan, heç kimi qınamayacaqsan, heç kimə pis baxmayacaqsan, heç kimə pis deməyəcəksən, xəvərçilik etməyəcəksən, bəddua deməyəcəksən, şər böyükdən, filan kəsin gözünü, gözə gəlmirsən sən. Sən göz nəfis yandırırsan. Başa düşdün? Varını göstərməklə, özünü göstərməklə, təkəbbürlə davranmaqla insanı alçaldırsan, varını göstərməklə insanın nəfsini yandırırsan, ondan bir balaca dadızdırmaq əvəzinə deyirsən ki, onun gözünə gəldim, nəfsinə gəldim. Bax, bundan da insan cəza yaşayır. Budur. Bəli, çox düz deyil, Zəhra.